Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə Rasulillahi əmin və alə alihi və sahbihi əcməin. Demək qardaşlarım, qısa ixlas barəsində istədim fayda oxuyaq. Çünki ixlas əməlin ruhudur. Biz bilirik ki, Allah Teala ixlas olmadan heç bir əməli qəbul eləməyəcək. Lakin insanın nəfsində var tanınmaq. İnsan bir əməl eləyəndə insanın nəfsində şöhrət var. İstəyir ki, insanlar onu bilsin. Lakin bilmək lazımdır ki, elə bir əməl yoxdur ki, o əməl ixlasla olsun. Əksər əməllər, elə bir əməl yoxdur ki, o əməl ixlasla olsun, gizlində olsun, Allah Teala onu açmasın, insanlara bəyan eləməsin. Əksər əməlləri, əgər o ixlasla olubsa, səmimi Allah üçün olubsa, bir müddət sonra Allah Teala onu asacaq, insanlara bildirəcək və sənin sevgiyi insanların qəlbinə qoyacaq Allah Teala. Həmçinin bunun əksi, Abu Darda radiyallahu anhu deyirdi ki, insanların qəlbinin sizə nifrət eləməsindən qorxun. Bilirsiniz, bu necə olur? Əgər bir insan gizlində Allah Teala'ya qarşı günahlar eləyərsə, Allah Teala'ya qarşı gələrsə, Allah Teala insanların qəlbində ona qarşı nifrət qoyur. Bir müddət sonra görsən ki, insanlar onu nifrətləyir. Və eləcə də bunun əksi olaraq, əgər insan öz gizlinin islah eləyərsə, salih əməllərlə doldurarsa və bunu ixlasla, səmimi olaraq Allah üçün edərsə, bir müddət sonra görəcəksən ki, insanlar onu sevir. Həmin insanın, necə sələflər deyirdilər, əgər gizlində günah edən insana deyir, diqqətlə siz görərsiniz ki, Allah Teala onun zillətin, zülmətin onun üzünə vurur. Günahların zülməti və zilləti insanın üzünə vurur. Ona görə biz gizlimizi düzəltməliyik ki, aşkarımızla Allah Teala islah eləsin. Allah'tan istəyirəm ki, Allah Teala bizə eşitdi faydalardan etsin. Və sallallahu aleyhi və səlləm alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.